Salam uşaqlar, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səfi xanımam. Uşaqlar, biz bugün sizinlə fonetika bölməsi haqqında danışırıq. Fonetika bölməsi nədir, nəyə deyilir? Bu kimi məsələlərə toxunmağa çalışaq. Fonetika ilk öncə belə deyək. Dilçiliyin bir bölməsidir və bu bölmədə biz danışıq səslərini öyrənirik. Danışıq səsləri nədir, nəyə deyilir? Buna toxunaq. Danışıq səsləri yazaq. Əsas uşaqlar, bizim tədqiqat obyektimiz budur. Danışıq səsləridir. Bəs danışıq səsləri nəyə deyilir? Danışarkən tələffüz etdiyimiz səslərə danışıq səsləri deyilir. Danışıq səslərini yazarkən transkripsiya işarəsindən istifadə edirik. Yəni biz bu halı ən çox fonetik təhlildə görürük. Hər hansı bir sözü yazırıq və transkripsiyada onun tələffüzünü qeyd edib. Daha sonra fonetik təhlil aparmağa başlayırıq. Demək, danışarkən tələffüz etdiyimiz səslər adlandı danışıq səsləri. Danışıq səsləri yaranması danışıq üzvlərinin köməyi ilə olur. Danışıq üzvləri də öz növbəsində iki yerə bölünür. Fəal danışıq üzvləri, qeyri-fəal danışıq üzvləri. Bəs bunlar nədir? Bunlara aydınlıq gətirək. Fəal danışıq üzvləri dedikdə dil, dodaqlar, səs tellərini göstərə bilərik. Qeyri-fəallara isə ağciyər, qırtlaq, ağız boşluğu, nəfəs borusu, burun boşluğu, dişlər və digərlərini qeyd edirik. Dediyimiz kimi, danışıq səsləri şifahi nitqin vahidləridir. Qeyd edək bura. Şifahi nitqin vahidi. Bir də onun yazıda olan qarşılığı var. Ona nə deyirik uşaqlar? Ona isə hərflər deyirik. Hərflər səslərin yazıdakı qrafik işarələridir. Hərfləri biz yazırıq, eyni zamanda görürük. Səsləri isə eşidirik, deyirik və eşidirik. Hərfləri yazdıq, gördük. Səsləri isə dedik, yəni tələffüz etdik və eşitdik. Danışıq səsləri şifahi nitqin vahidləridir. Hərflər isə yazılı. Demək, bu şəkildə də fərqləndirə bilirik uşaqlar onları. Hərflər yazıda, səsləri isə şifahi nitqdə görəcəyik. Bunlara qeyd etdikdən sonra digər bir məsələyə aydınlıq gətirək. Bu da sözün hərf və səs tərkibidir. Sözün hərf və səs tərkibi nədir uşaqlar? Bunu dedikdə nə başa düşürük? Yəni bir söz necə yazılır, necə tələffüz olunur, bu kimi məqamlara baxmalıyıq. Hərf və səs tərkibindən danışanda bizim iki fərq yadımıza gəlməlidir. Birincisi hansıdır? Birinci, kəmiyyət fərqi. Yazaq kəmiyyət fərqi nədir? Kəmiyyət dedikdə bizim bir ağlımıza rəqəm, say, bu məqamlar gəlir, hə uşaqlar? Demək, rəqəm nədir? Yəni sayları ilə bağlıdır. İndi izahat verək ki, bunlar necə olacaq? Rəqəm. Aha, yəni nədir bu kəmiyyət fərqi? Məsələn, uşaqlar, mən yazmaq istəyirəm təbii və yaxud da yazıram tibbi. Aha, tibbi sözünü olduğu kimi tələffüz edəcəyik. Yəni burada bir fərqə rast gəlmirik. Ona görə bu sözü, yəni biz əsas kəmiyyət fərqindən danışırıqsa, bu sözü hələ toxunmayaq. Bu sözü digər məsələdə baxarıq. Yaxşı, yazaq bura bədii sözünü. Məsələn. Sadəcə olaraq kəmiyyət fərqinə toxunduq deyə o sözlərin tələffüzünü izah etmək istəyirəm. Təbii necə tələffüz edilir? İ'nin biri düşdü, digəri uzandı və yaxud da bədii. Düşdü və digəri uzandı. Tibbi, bədii bu şəkildə tələffüz edirik. Eyni zamanda inşaat, maaş, daha sonra ailə, radio, bunlar da bu qəbildən olan sözlərdir. Burada düşmənin şahidi oluruq. İndi bura yazırıq radio sözünü. Radio. Necə tələffüz olunur? Samit əlavə etməklə. Bunlarda uşaqlar neçəsə hərf var idi? 5 hərf var. 4 səs var. 5 hərf var. Burada da 4 səs var.
Radio sözündə isə 5 hərfin, bəs neçə səsin? 6 səsin şahidi olduq. Demək nə deyirik? Burada səs düşməsi hadisəsi baş verdi. Burada isə səs artımı hadisəsi baş verdi. Yəni yıl samitinin əlavə olunduğunu gördük. Eyni zamanda ailə sözünü də deyə bilərik və yaxud da stadion yazıb stadion şəklində tələffüz edirik və yaxud da bu qəbildən olan bir sıra sözləri də qeyd etmək olar. Yəni bunların hər birini bura əlavə etmək olar. Məsələn, idiom yazıram, idiom kimi tələffüz edirəm. Fədai yazıram, fədai kimi tələffüz edirəm. Təqaüd yazıram, təqaüd deyə tələffüz edirəm. Hər birində biz kəmiyyət fərqinin olduğunun şahidi olduq. Buna biz deyəcəyik nə? Kəmiyyət fərqi. Eyni cinsli, müxtəlif cinsli qoşa samitlərdə kəmiyyət fərqinin bir daha şahidi olacaq. İkinci bir fərqli anlayışımız var bizim. O da keyfiyyət fərqi. Buranı təmizləyək, keçək keyfiyyət fərqi haqqında bir qədər danışaq. Bəs keyfiyyət fərqi nədir uşaqlar? Kəmiyyəti anladıq. İndi keçək keyfiyyətdən danışaq. İkinci fərqli məqamımız adlanır keyfiyyət fərqi. Nədir keyfiyyət fərqi? Keyfiyyət fərqi dedikdə nə başa düşürük? Məsələn, uşaqlar, mən yazmaq istəyirəm. İtki. Necə tələffüz edəcəm? İtki. Daha sonra yazırıq seçki. Necə tələffüz edirik? Seçki şəklində tələffüz edirik. Demək, burada nə gördük? Nəyin şahidi olduq? Səsin bir başqa səslə əvəz olunmasının, hərfin bir başqa səslə əvəz olunmasının şahidi olduq. İtki yazıb, itki deyə tələffüz etdik. Seçki yazıb, seçki deyə tələffüz etdik. K, G əvəzlənməsini gördük. Aha, burada da yazaq. K, G əvəzlənməsi və yaxud da başqa bir nümunə yazaq. Məsələn, yazıram. Nə cür tələffüz edirəm uşaqlar? Motor. Motor deyə tələffüz etdim, hə? Burada nə oldu? O, A əvəzlənməsinin şahidi olduq. O deyə yazmışdıq, amma A deyə tələffüz etdik. Bunlara biz nə dedik? Bunlar isə adlandı. Keyfiyyət fərqi. Bu xüsusiyyət də aydın oldu. Yəni, hərf və səs tərkibində qeyd etdiyimiz kimi kəmiyyət fərqi var, bir də keyfiyyət fərqi var. Kəmiyyət fərqi sayla əlaqədardır, yəni hərflərin azlığı, çoxluğu bu kimi xüsusiyyətlər oldu. Keyfiyyət fərqi isə, yəni onun hərfin bir başqa səslə əvəz olunmasını qeyd edə bildik. Daha sonra digər bir məsələyə keçək. Digər bir məsələ haqqında danışaq. O məsələyə də aydınlıq gətirək. Siz belə bir sual verə bilərsiniz ki, mənə ola bilərmi ki, bir sözdə həm kəmiyyət, həm də keyfiyyət fərqi olsun? Yəni, bu hal yaşana bilərmi? Əlbəttə yaşanır. Yəni, Azərbaycan dilində bu kimi hallarla da rastlaşırıq. Məsələn, mən sizə yazıram, babamla sözünü. Yazırıq. Babamla. Nə cür tələffüz edəcəyik uşaqlar? Burada la qoşmasından, ilənin qısaldılmış forması la qoşmasından istifadə edilib, la'nın nan-nən şəklində tələffüzünü öyrənmişik. Gələcək dərslərimizdə buna da toxunacaq. Necə tələffüz etdik? Babam, nan. Babamla. Babamla şəklində tələffüz olundu. Demək, biz burada həm kəmiyyət, həm də keyfiyyətin olduğunu gördükmü? Necə keyfiyyət, necə kəmiyyət dedikdə həm səs əlavəsini gördük, həm də l-nın n ilə əvəzlənməsini gördük. Deyirik ki, burada həm kəmiyyət fərqimiz var, həm də keyfiyyət fərqimiz var. Yəni, hər ikisinin olduğunun şahidi olduq. Bu məsələ də aydınlaşdı. Uşaqlar, bəs elə bir məqam ola bilərmi ki, sözdə həm artma olsun, həm azalma olsun? Məsələn, təəccüblə yazıram. Bayaq dediyim lalə qoşmasındakı kimi. Təəccüblə ənin biri düşür, orada da lalə nan-nən şəklində tələffüz olunur. Deməli, həm mənim düşməm oldu, ənin birini itirdim, digəri isə uzun tələffüz olundu. Həm də isə
Eyni zamanda biz orada hansı halın şahidi olduq? Eyni zamanda biz orada səs əlavəsinin də şahid olduq. Bu halda deyirik ki, kəmiyyət fərqi baş verməmişdi. Yəni kəmiyyət fərqinə rast gəlmədik. Keyfiyyət fərqi də gördüyümüz kimi olmadı. Məsələn, təəccüblə sözünü qeyd etdim sizə. Yəni düşmə də, artma da eyni sayda olduğuna görə orada kəmiyyət fərqindən söhbət gedə bilməz. Sonra uşaqlar, gərək biz səslərə, danışıq səsləri neçə yerə bölündü? 2 yerə bölündü. Saitlər və samitlər olmaqla 2 yerə bölündü. Saitlər nədir uşaqlar? Saitlər maneəsiz tələffüz olunur ağız boşluğunda. Demək, saitlər haqqında yazaq, qeydlərimizi götürək. Nədir saitlər? İlk öncə qeyd edək, dilimizdə 9 sait səs var. Hər birini qruplaşdırıb baxacaq ki, sait səslərimiz hansılardır? Sait səslər birinci maneəsiz tələffüz olunur. Yəni heç bir maneəyə rast gəlmir. Maneəsiz səslərdir. Daha sonra vurğu qəbul edə bilirlər. Vurğu qəbul edir. Daha sonra uzana bilir. Uzana bilən səslərdir. Və heca yaradan səslərdir. Uşaqlar, heca yaradan yazıram bura. Qeydlərimizi götürək burada. Heca yaradan səslərdir. Ağız boşluğunda tələffüz olunarkən heç bir maneəyə rast gəlmir. Vurğu qəbul edə bilir, uzana bilir, heca yarada bilir. Bu bizim saitlərimizin xüsusiyyətləri oldu. Eyni zamanda danışaq samitlər haqqında. Və samitlərdə necə? Samitlər. Samitlərdə bunun haqqında necə deyəcək? Onlar isə maneəli səslərdir uşaqlar. Maneəli səslərdir. Uzana bilmir. Uzanmır. Daha sonra bir dəqiqə. Qeyd edək. Siz də qeydlərinizi götürün. Vurğu, qəbul etmir. Və dördüncü yazıram uşaqlar. Bu məqama diqqət edin. Biz dördüncüdə saitlərdə yazdıq heca yaradan. Burada isə heca formalaşdıra bilər. Heca formalaşdıran. Hecanı formalaşdıran səslərdir. Saitlər haqqında dedik yaradan, samitlər haqqında dediksə formalaşdıran səslərdir samitlər. Samitlər maneəli tələffüz olunur. Uzana bilmir, vurğu qəbul etmir. Hecanı formalaşdıran səslərdir. Eyni zamanda uzun tələffüz oluna da bilmir dedik. Maneəli səslərdir dedik. Vurğu qəbul etmir dedik. Hecanı formalaşdıran səslərdir. Yəni hecanı yaratmır. Formalaşdıran səslərdir dedik. Ağız boşluğunda küydən ibarət olur. Yəni onların tələffüzündə biz küyün olduğunun şahidi oluruq. Bu bizim saitlər və samitlər haqqında olan bölgümüz. İndi bugünlük əsas işimiz saitlərlə bağlıdır. Gəlin baxaq saitlərin qruplaşmasına. Dilimizdə uşaqlar saitlər 3 şəkildə qruplaşır. Birinci qruplaşma. Yazaq bura qeyd edək. Birinci, dilin üfüqi vəziyyətinə görə. Yəni, dilin arxa hissəsində deyilməsinə görə. Qalın. Yazaq bura qalın. Dilin ön hissəsində deyilməsinə görə. İncə. Biraz yaxşı yazaq. Siz də qeydlərinizi götürün. İncə. Yazaq. İncə. Qalın saitlər hansılardır uşaqlar? A, I, O, U.
Demək A, I, O və U bizim qalın saitlərimizdir. İncə saitlərimiz hansılardır? E, Ə, İ, Ö, Ü. Qalınlarımız oldu. A, I, O, U. İncələrimiz E, Ə, İ, Ö, Ü. Uşaqlar, bu dilin üfüqi vəziyyətinə görədir. Yəni dilin arxa hissəsində deyilməsinə görə qalın saitlər formalaşır. Ön hissəsində deyilməsinə görə incə saitlər formalaşır. Bir də bizim E saitimiz var ki, bax bu sait uşaqlar dil ortası saitdir. Amma biz onu qruplaşdıranda incə saitlər qrupuna aid edirik. Bu hiss aydın oldu. Demək qalın incə saitlərimiz. Keçək digər bir məqamımıza. O hansıdır? O dilin şaquli vəziyyətinə görədir. Yəni dilin şaquli vəziyyətində tələffüzünə görə. Üst damağa doğru qalxması və alt çənəyə doğru düşməsinə görə. Bu hansıları formalaşdırdı? Açıq və qapalı. Açıq, qapalı. Biraz aralı yazaq ki, qeyd edə bilək. Aha. Qapalı. Açıqlar hansılardır uşaqlar? Açıqları baxaq. Deməli açıqlara A. Aha, yazaq bura A. Daha sonra E, Ə, Ə, O. Bir də hansı? Ö. Demək A, E, Ə, O, Ö oldu bizim açıq dilin şaquli vəziyyətinə görə. Yəni üst damağa doğru qalxması, alt çənəyə doğru düşməsi. Bunlara bəzən gen açıqlara deyilir. Gen yazaq qabağına. Deməli bəzən bu şəkildə də qarşımıza çıxa bilər testlərdə. Gen, burada dar, qapalıya da dar. Aha, qapalılar hansılardır? I, İ, U, Ü. I, İ, U, Ü şəklində açıq və qapalıları gördük. Yəni burada da deyə bilərikmi ki, dilin üst damağa doğru qalxmasına görə və alt çənəyə doğru düşməsinə görə açıq qapalı saitlərimiz formalaşır. Açıqlara A, E, Ə, O, Ö, qapalılara I, İ, U, Ü. Qapalıları yadımızda saxlamaq üçün nə edirik? 4 variantlı Ç, Çi, Çu, Çü şəkilçisini yadımızda saxlayırıq. Bəs biz belə deyək də 2 variantlı şəkilçilərdə hansını nəzərimizə alırıq? Məsələn, belə deyək, larlər şəkilçilərində ən çox 2 variantlı qalın incələrin ahəngini görəcəyik. Ancaq açıq saitlər, qapalı saitlərdə isə qapalı saitlərdə Ç, Çi, Çu, Çü 4 variantlı şəkilçisinin deyilişini yadımızda saxlayıb qapalı saitləri əzbərləyib ağlımızda qala bilər. Yəni bu şəkildə Ç, Çi, Çu, Çü şəkilçisinin tərkibində 4 variantlının tərkibində qapalıların hər biri iştirak edib deyə bilərik. Və digər məqamımıza baxaq. Dodaqların vəziyyətinə görə, yəni dodaqların bir qədər qabağa gəlib yumru vəziyyət almasına görə dodaqlananlar hansılardır dodaqlananlarımız? O, Ö, U, Ü. Bunlar bizim oldu dodaqlananlarımız. Bir də dodaqlanmayanlarımız var. A, bir də qalanlar. E, Ə, I, İ. Uşaqlar, bunlar isə bizim dodaqlanmayan saitlərimiz olur. Saitlərin 3 şəkildə təsnifini gördük. Dilin üfüqi vəziyyətinə görə qalın incə, dilin şaquli vəziyyətinə görə açıq, qapalı. Bir də dodaqların vəziyyətinə görə dodaqlanan, dodaqlanmayan. Və biz eyni zamanda bir məsələn xatırladım sizə. Bəzən testlərdə düşür. Məsələn, bu 3 xüsusiyyətin hər birində iştirak edən saitlər.
Biri bir test nümunələrində düşür ki, məsələn, bu sayt 3 yəni qrupda iştirak edə bilər. Ola bilərmi? Həqiqətən də ola bilər də. Məsələn, göstərək A saytını. Qeyd edək. A-nı harda gördük uşaqlar bu 3 qrupda? Qalında gördük. Yazırıq qalın. Açıqda gördük uşaqlar. Gördük. Yazırıq açıq. Eyni zamanda dodaqlanmayan. Yazıram, yəni qısa yazaq. Dodaqlanmayan. Bu şəkildə gördük uşaqlar. Deməli A-nı biz qalın qrupunda, açıq qrupunda, dodaqlanmayan qrupunda gördük. Və yaxud da digərini yazaq. Məsələn, I-nı harda gördük? Qalında gördük, qapalıda gördük, dodaqlanmayan da gördük. Bu şəkildə bir sayt səs 3 qrupun 3-ündə də iştirak edə bilər. Yəni baxır hansında? Onlara diqqət yetirmək lazımdır. Sonra uşaqlar. Gələk bunları təmizləyək. Gələk biz uzanma məsələsi haqqında bir qədər də danışaq. Uzanma nədir? Nəyə deyilir dilimizdə? Yəni uzanma hansı hallarda rast gəlir? Uzanma dildə hər hansı bir səsin digərlərindən uzun tələffüzüdür. Məsələn, yazıram. Əla. Necə tələffüz olunur? Əla. Bu şəkildə. Ali. Ali deyə tələffüz olundu. Bu bizdə bir səsin digərlərinə nisbətən uzun şəkildə tələffüz olunmasıdır. Heç bir düşmə, heç bir artma halına rast gəlmədik bu sözlərdə. Uzanmanı qoşa nöqtə işarəsi ilə göstəririk. Əgər biz tələffüzdə bu qoşa nöqtəni yazmasaq, səhv etmiş oluruq. Yəni bu mütləq şəkildə yazılmalıdır. Bu forma mütləq şəkildə qeyd olunmalıdır uzanmada. Uzanma deyiliş yazılış fərqi yaradırmı? Tək başına xeyr. Yəni sözdə uzanma varsa, rahatlıqla deyə bilərsən ki, heç bir deyiliş yazılış fərqi yoxdur sözdə. Bəs dilimizdə uzanmayan səslərimiz varmı? Əlbəttə ki var. Yəni əlbəttə bu xüsusiyyətə də rast gəlirik. Hansılardır bizim uzanmayan səslərimiz? Uzanmayan səslərimiz, uzanmayan saytlərimiz I, B, Ü saytlərdir uşaqlar. I və Ü. Bunlar uzanmır. Uzanmasına rast gəlmirik. İstisna bir məqam var ki, üfüqi sözünün ikinci hecasında, üfüqi sözünün ikinci hecasında biz Ü saytinin uzanmasına rast gəldik. Yəni bu istisna bir xüsusiyyət kimi yadımızda qalsın. Daha sonra uşaqlar, misal olaraq göstərək. Çox vaxt uşaqları yanıldan məqamlardır. Hansılardır onlar? O vöv birləşmələri fərq yaradır? Xeyr. Olduğu kimi tələffüz olunur. Məsələn, yazıram. Yazaq. Çovğun. Necə tələffüz edirik? Çovğun şəklində. Heç bir fərq görmədik ki. Demək, heç bir yazılış, deyiliş fərqi əmələ gətirmədi. Dovğa, dövlət, tövbə bu qəlibdən olan sözlərdir. Bəzi hallarda bizdə bu birləşmələrimiz Ö, Əh birləşmələri fərq əmələ gətirmiş kimi düşünür bəzi uşaqlar. Yəni bəzi məqamlarda ki, X samiti düşür. Xeyr, burada da yanılırıq. Yazıram söhbət. Necə tələffüz edirəm? Söhbət deyə tələffüz etdim. Və yaxud da köhnə. Köhnə. Köhnə deyə tələffüz etdim. Gördük ki, heç bir fərqli məqama rast gəlmədik. Deməli, bu sözlərimizdə öh, əh birləşmələri olan sözlərimizdə heç bir yazılış, deyiliş fərqi olmadı. Bu məqamı da qeydimizi götürüb yadımızda saxlayırıq. Daha sonra uşaqlar başqa bir məqama aydınlıq gətirməyə çalışın fonetika ilə bağlı. Hər birini qeydlərini götürək ki, bizə testlərdə qarşımıza çıxdıqda rahat şəkildə tətbiq edə bilək. Bilirik ki, səs uzanması adətən açıq hecalarda olur. Ancaq istisna məqam kimi xəssə, maddə,
maddi. Bu sözlərimizdə xas hecasında mad, bu hissələrdə uzanmanın şahidi oluruq. Burada istisna məqam olaraq deyirik ki, bu sözlərimizdə uzanma qapalı hecada, yəni samitlə bitən hecalarda baş verdi. İstisna bir hal idi. Bunu da yadımızda saxlayırıq. Sonra uşaqlar, bizim yadda saxlamalı məqamlarımız var. Onları qeyd olaraq yazın dəftərinizə. Testlərdə çox vaxt yanılırıq. Elə düşünürük ki, bəzi sözlərdə uzanma var. Amma bu sözlər qarşımıza çıxanda bilməliyik ki, onlarda heç bir uzanma baş vermir. Hansılardır? Heca, müəmma, hazır ki, hesab, məhsul, vitamin, çavuş, cümhuriyyət, təsadüfən, cürətli, əyyar, dəhşətli bu kimi sözlərimizdə heç bir uzanmaya rast gəlmirik. Bəs sözdə iki sayt uzana bilərmi? Əlbəttə uzana bilər. Məsələn, yazıram. Tabeli. Tabeli. İkisi də uzandı. Və yaxud da dəvətnamə. Və yaxud da taziyanə. Və s. bu qəlibdən sözlərdir. Hər ikisində uzana bilər. Yəni bu halda rast gələ bilər. Sonra uşaqlar, uzanmasına görə mənası dəyişən sözlər var. Yazıram. Nərə. Bir də yazıram. Nərə. Nərə dedikdə nə nəzərdə tuturuq? Balıq növü. Balıq. Bu da məsələn nərə çəkmək, bağırtı mənasında. Daha sonra digər bir sözümüz var. Dava sözü. O da bu qəlibdən olan sözdür. Dava, əyan, hamısı haqqında məlumat verəcəm. Əyan, bəzən, eyni şəkildə. Həm uzanır, həm uzanmır. Məsələn, dava. Uşaqlar, dava uzandıqda müharibə mənasını verdi. Bir də var ki, dava uzanmır, dava dərman mənasını verir. Əyan, əyan uzandıqda zadəgan, məmur mənasını verir. Əyan uzanmadıqda isə əyan oldu. Hər şey mənə açıq-aşkar oldu. Uzanmır. Uzanmadıqda isə hansı mənanı verdi? Açıq-aşkar mənası. Demək, uzandıqda əyanlar, zadəganlar mənasında uzanır, amma hər şey mənə açıq-aşkar oldu, əyan oldu dedikdə isə uzanmadır. Bəzən zərf kimi, zaman zərfi kimi ara bir mənasında uzandı, ancaq bir də var bəzənib düzənmək, yəni özünə bəzək vurmaq. Burada isə uzanmadır. Demək, uzananda zərf oldu, uzanmadıqda isə feil kimi iştirak etdi. Aydındır bu məqamda nərə, dava, əyan, bəzən bunlar tələffüzünə görə, yəni uzanmasına görə fərqli mənalar kəsb edən sözlərdir. Sonra gəlirik uşaqlar, eyni cinsli samit qoşalığı və müxtəlif cinsli samit qoşalığı. Eyni cinsli samit qoşalığına bayaqları sizdə nümunə dedim. Qeyd elədik ki, məsələn, yazıram maaş. Biri düşdü, digəri uzandı. Və yaxud da inşaat, camaat, əmtə və digər sözlər. Bəs deyə bilərsiniz ki, hamısında belə bu hal baş verəcək? Xeyr uşaqlar, hər bir iki eyni cinsli sait qoşalığında bu hal baş vermir. Məsələn, əlbə, əl. Əlbə əl şəklində olduğu kimi tələffüz olunur. Və yaxud da yazıram. Elə bunu da transkripsiyada yazaq, tələffüzdür. Bir ixtiyar. Gördünüz, olduğu kimi tələffüz olundu. Cəbhə ətrafı, addım ba addım. Bunlar nədir uşaqlar? Bunlar söz qovşağı. Söz qovşağında olduğu üçün heç bir fərqli məqam, yəni düşmə, uzanma, bu kimi məqamlara rast gəlmədik. Amma əksərən sait qoşalığında yuxarıda dediyimiz məqama rast gəlirik. Biri düşür, digərisi uzanır. Bu eyni cinslilər idi. Bir də var müxtəlif cinsli sait qoşalığımız. Müxtəlif cinsli sait qoşalığında isə məqam tamamilə fərqlidir. Burada iki qrupa bölürük uşaqlar. Necədir? Hansılardır?
Birinci qrup. Bax bu birləşmələr. A, İ birləşməsi, İ, Ə, daha sonra uşaqlar İ, U, İ və digər bu qəlibdən olan birləşmələr. Bayaq dediyim kimi təqaüd yazdım, təqaüd deyə tələffüz etdim. Radium yazdım, radium deyə tələffüz edirəm və yaxud da idiom yazdım, idiom deyə tələffüz edirəm. Deməli burada artım baş verdi. Bir də bizim var uşaqlar. Olduğu kimi tələffüz olunan birləşmələrimiz onlar hansılardır? A, E, Ə, daha sonra O, U, Ə, Ü, Ə və sair kimi bu qəlibdən olan birləşmələrimiz bunlarda hansı hal baş verir? Olduğu kimi qalır. Heç bir halı görmürük. Məsələn, müəllim yazdım. Aha. Biz bunu necə tələffüz etdik uşaqlar? Elə olduğu kimi. Olduğu kimi də tələffüz edirəm. Müəllif və yaxud da pauza, mətbuat, dua, aul, teorem, səadət, aeroport, okean və s. kimi bu qəbildən olan sözlər olduğu kimi tələffüz olunacaq. Demək, bu qaydalarımızı da yadımızda saxlayırıq. Keçək digər bir qaydaya. O hansıdır uşaqlar? Yenə də söz qovşağı məsələsi. Burada düşmə baş verəcək bu söz qovşağında, amma uzanma olmur. Hansı sözlərdir? Misal olaraq göstərirəm. Qohumluq əlaqəsi bildiririk. Xala, oğlu. Necə tələffüz edirik? Xaloğlu, əmoğlu, bacıoğlu, biboğlu. Eyni zamanda əlavə olaraq 2 dənə də söz var. Əli, açıq. Necə tələffüz olunacaq? Əl açıq. Gördünüz? Düşmə baş verdi. Düşmə baş verir, heç bir uzanma baş vermədi. Bu məqamda yadımızda qalsın. Keçək başqa bir məqama. Bizim dilimizdə bəzi sözlərimiz var ki, elə olduğu kimi yazılıb, olduğu kimi də tələffüz edilir. Hansılardır? Bəraət, şücaət, qiraət, daha sonra qənaət, riayət, burjua, kakao, Seul, seans, fauna, xaos, raul və s. Kitabımızda var. Hər biri haqqında da məlumatlar yönləndirəcəm. Demək, burada hamısı nə oldu uşaqlar? Olduğu kimi necə yazıldı, o şəkildə də tələffüz olundu. Bir məqam burada həmişə qarışıqlığa səbəb olur, onu qeyd edək. Baxın uşaqlar, mən necə yazdım? Riayət sözü. Riayət sözündə tələffüz edək. Necə tələffüz edəcəyik? Aha. Burada səs artımı baş veribmi? Bəzən tələffüzdə elə gəlir ki, y samiti əlavə olunub. Xeyr, elə deyil. Biz y-ni sözdə gördükmü? Yəni sözdə gördük. Bu sözün tərkibində olan y-dır. Burada artma deyə heç bir şeydən danışa bilmərik. Riayət. Elə sözün özü riayət şəklində yazıldı. Riayət şəklində də tələffüz olundu. Sadəcə olaraq A saytı uzandı. Başqa bir halımız baş vermədi. Bu məqamda aydındır. Keçək O saytı haqqında danışaq. Uşaqlar, O saytının bir məqamı var. O saytı bəzi alınma sözlərdə alınma yazılır. Yəni milli yox, alınma. Alınma sözlərdə uşaqlar vurğu qəbul edirsə, yəni vurğu düşürsə, vurğu düşdükdə üzərinə o kimi tələffüz olunacaq. Əgər vurğu qəbul etmirsə, vurğusuz yazıram. Vurğusuz olduqda isə üzərinə vurğu düşərsə, o kimi tələffüz olundu. Vurğusuz oldusa, yəni vurğu qəbul etmədisə, A kimi tələffüz olunur. Məsələn, yəni baxaq, orden,
Hara düşmüşdü vurğu? O'ya. Gördünüz, o şəkildə qaldı. Очерк və yaxud da obraz. Burada o saytinin olduğu kimi qaldığını gördük. Очерк, obraz. Deməli, nə dedik? Vurğu üzərinə qəbul edərsə, o kimi tələffüz olundu. Vurğu üzərinə qəbul etmədiysə, A kimi tələffüz olundu. Baxırıq. Biz konfet yazırıq. Vurğusuz olduğuna görə necə tələffüz edirik? Konfet. Alamalardan söhbət gedir. Millilərə şamil etmirik. Və yaxud da kompot. Bu məqamda aydın oldu. Yəni bu məqama da diqqət edirik. Bir dənə bizim burada istisnamız okean sözüdür. İstisna məqamıdır bu mənim. Yəni okean sözündə o saytı vurğu qəbul etmir. Əslində A kimi tələffüz etməli idim mən onu. Amma dildə istisna olduğuna görə mən elə onu okean deyə yox, okean. Okean deyə tələffüz etdim. Yəni bu şəkil mənim düzgün şəklimdir. Bu hissədə aydın oldu uşaqlar. Daha sonra biz burada eyni zamanda qeyd edə bilərik ki, A, O, Ö, E saytları. Ən çox da belə deyək, fikrimizi yekunlaşdıraq. O saytını, E saytını, Ö saytını bəzən milli şəkilçilərimizin tərkibində görə bilərik. Baxaq. Güney, Oxlov, daha sonra bizim azaltma dərəcəmiz var. Uzunsov, gördüyü uşaqlar. Yəni bu saytlarımızı bəzi hallarda milli şəkilçilərimizin, milli şəkilçi, milli şəkilçilərimizin tərkibində də görə bilərik. Bayaqları dediyim məqamı bir daha deyim və yekunlaşaq bugünlük saytlar mövzusu ilə. Dediyimiz kimi uşaqlar, bəraət, şücaət, qənaət, qiraət və digər sözlər. Birini yazıb, digərləri də onun üzərindədir. Məsələn, yazaq bunu. Bəraət. Necə tələffüz olunacaq? Elə olduğu kimi. Şücaət, qiraət, burja, memuar, məcmuə, sauna, xaos, fauna, mətbuat, aktual, qiraət, qənaət və s. Heç bir y artımından söhbət getmir. Y artımı olmur. Bu məqamı da yadımızda saxlayırıq. Bugünlük fonetika haqqında bu qədər. İnşallah gələn dərsimizdə samitlər mövzusuna toxunuruq. Sağ olun uşaqlar.